Tarix adlı ağsaqqal rəvayət eləyir ki, Osmanlı Sultanı Mehmet Uzun Həsənin xanımı Şah İsmayılın nənəsi olan Teodora Dəspinə xatuna aşiq imiş. 1453-cü ildə Şərqi Romanın süqutundan sonra yorğun Osmanlı İmperiyası Bizansın qalıntısı Trabzon Rum İmperiyası ilə münasibətləri bir müddət diplomatiya mərhələsində davam etdirir. Diplomatik görüşlərdə iştirak edən 4-cü Yoannanın qızı Teodora Dəspinə gənc Osmanlı Sultanı Mehmeti özünə aşiq edir. Lakin dönəmin parlayan digər türk sərkərdəsi Uzun Həsən ölkəsinin qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə diplomatik evlilik siyasətini izləyir və Dəspinə xatunla evlənərək Trabzon İmperiyasını himayəsi altına alır. İki türk dövləti arasındakı münasibətlər bu hadisədən sonra pozulmağa başlayır. Sultan Mehmet 1461-ci ildə Trabzonu fəth edir. Ardından Ağqoyunlu diyarına səfər eləyir. 1473-cü ildə baş tutmuş Otluqbeli savaşının öncəsində Uzun Həsən psixoloji üstünlüyü ələ keçirmək üçün Teymuri nəslindən olan Şahruxun oğulları ilə ittifaqa girməyə çalışsa da bu istəyi reallaşmır. Savaş öncəsində Fatih Sultan Mehmetin ordusunu yüksək bir təpənin üstündən izləyən Həsən Padşah, "Bre Osmanoğlu, nə qədər ordu düzmüşsün ovaya" deyərək şikayətlənir. Övliya Çələbi Səyahətnamə adlı əsərində məğlubiyyətdən sonra Azərbaycanın içlərinə doğru ordusu ilə birlikdə geri çəkilən Uzun Həsənin "Kafir Karamanoğlu, mənim Osmanoğlu ilə nə dərdim vardı" deyərək şikayətləndiyini də rəvayət edir. Amma görünən odur ki, bir Rum qızı iki türk sərkərdəsi arasında nifaq toxumları səpməyə kifayət etmişdi.